22 iyul Respublikamızda mətbuatın 151-ci il dönümü və jurnalistlərin peşə bayramı qeyd edildi. Şəkinin İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov media işçiləri ilə bir araya gələrək onlarla görüş keçirib. Əvvəlcə icra başçısı Respublikamızda fəaliyyət göstərən bütün media işçilərinin peşə bayramını təbrik edib onların hər birinə öz peşə fəaliyyətində uğurlar arzu etdi. Təbrikdən sonra rayon rəhbəri 1-ci Qarabağ 44 günlük şanlı zəfər tarixində və antiterror əməliyyatında öz canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam can və şəfalar arzuladı. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Ali Başkomandan cənab İlham Əliyevin apardığı siyasət, ölkədə quruculuq işləri, ölkəmizin inkişafı və baş verən mühüm məsələlər haqqında geniş söhbətlər olundu və cənab Prezidentin fəaliyyətini dəstəklədiklərini bildirdilər. Çay masası arxasında əyləşən mətbuat işçiləri görüş boyunca icra hakimiyyətinin təklifi ilə öz maraqlı fikirlərini və təkliflərini irəli sürdülər. Onlara xüsusi diqqət və qayğısını göstərən cənab Elxan Usubovun mətbuat işçiləri ilə görüşündən razı qaldıqlarını və rayon rəhbərliyinin mətbuata və digər sahələrə xüsusi diqqət və qayğısını, iş fəaliyyətini yüksək qiymətləndirərək razı qaldıqlarını, cənab Elxan Usubovun Şəkiyə icra başçısı təyin olmasında cənab Prezidentə öz təşəkkürlərini bildirdilər. Gözümüz aydın olsun ki, belə bir gözəl oğlan da özümüzə müavin seçmişsiniz, tərbiyəli oğlandır. Allah canını sağ eləsin, aparatımla bir yerdə sizə uzun ömür arzulayırıq. Görüşün sonunda rayon rəhbərliyi bütün media işçilərini şanlı zəfər qazanmış dövlətimizin onun Ali Baş Komandasının ətrafında sıx birləşməyə və ölkəmizin inkişafını yüksək qiymətləndirməyə və dəqiq vicdanlı məqalələrin oxuculara təqdim olunmasına çağırıb. Mətbuatın 151-ci il dönümü münasibətilə şirinlik rəmzi olan tort kəsilib alqışlarla qeyd olundu. Sonda xatirə şəkilləri çəkildi. Əziz mətbuat işçiləri və jurnalistlər, peşə bayramınız mübarək.